Allahın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Mən salamı belə verəndə, görsən bəziləri xoşlamır ki, bütün müsəlmanlara aiddir bu salam. O söz yox, bütün müsəlmanlara aiddir. Amma ən əsası Əhl-i Beyti sevənlərədir. Əgər Əhl-i Beyti sən sevmirsənsə, ona verdiyim salam səni qıcıqlandırırsa, o salamdan heç demək olar ki, sənə çatmır. Səni niyə Əhl-i Beytə verilən salam qıcıqlandırsın? Bu, sənin qəlbindəki kəsavət, xəyanət, deyimmi, nə deyim? Bu düşmənçilik nədir ki, axı səndəki Əhl-i Beyti sən beləsinə sevmirsən, düşmən kimi qəbul edirsən özünə? Yorumların birində yazıblar ki, bilmirəm kimdir. Ay nənə, sən İranı çox istəyirsən, yoxsa Azərbaycanı? İndi o sual verən adamı bilmirəm. Yorumlarda var da, yorumlarda çoxdur, bilmirəm ta indi hansındadır getdi. O sual vermək istəyirəm ki, əgər evlisənsə, sənin 2-3 evladın varsa, onun hansını çox istəyirsən? 4-5 evladın varsa, onun içində seçim qoya bilirsənmi? Hansını çox istəyirsən? İrandakı Azərbaycan 40 milyondur. Buradakı Azərbaycanlılar 7-8 milyondur. Necə olur ki, bu 8-9 milyonu çox istəyə bilirəm, 40 milyonu çox istəyə bilmirəm? Buradakı Azərbaycandakılar mənim törəmələrimdir, atamdır, anamdır, nəslimdir, kökümdür. Amma İran Azərbaycanındakı mənim ulu babamın törəmələri orada olub. O vaxtı ki, o Gülüstan müqaviləsi bağlandı, ara sərhədlər kəsildi. O vaxtacan İrandan bizim aramıza sərhəd olmayıb, o tay bu tay elə alış-veriş eləyiblər. Babam da, ulu babam da o taya alış-verişə keçəndə gecə ilə o Gülüstan müqaviləsi bağlanır. Babam qalır o üzə, evlatları, oğlu, qızları da burada bu üzə qalır. Bunlar burada yaşayır. O da yəqin ki, indi orada o da cavan olub, evlənib də, indi onun mən yaşda nəticələri, kötücələri var. İndi bilmirəm axı. Yəni ki, qanımız, canımızın yarısı o taydadır, çox yarısı o taydadır. Az yarısı, cüzi də hissəsi də bu taydadır. Niyə burada mən fərq qoymalıyam? Onların ayağına daş dəyəndə elə bilirəm ürəyim sızılır. Və yaxud da buradakılara daş dəyəndə şəhidlərimiz, o cür şəhid olanda, qazilərimiz müharibədə olanda mən gecəm gündüzüm yox idi, ağlayırdım. İndi siz burada bu nə qəsdidir ki, siz burada bunu fərqləndirəsiniz? Ona görə də heç bir fərqi yoxdur. O tayda Azərbaycan mənim canımdır, bu tay Azərbaycan da mənim canımdır. Gəldik ki, özümüzü bəyənməmək. İndi bu dəqiqə bizim içimizdə niyə biz İranı düşmən bilirik? Ondan sonrasına söyürük, qarğış eləyirik, sevinirik. Ay Allah, İran bombardman oldu, Amerika dağıtdı. Amerika onları dağıdanda sizə bir şey olacaqmı? Yəhudilər bir şey sevindirəcəkmi sizi? O qədər yəhudilərin muzlu nökərləri var ki burada. Əlbəttə ki, sevinəcəklər. Məsələn, maliyyələşirlər, danışırlar İran haqqında. Gecə gündüz göydə də əlləri ki, İran pusatların bombardman olub, tarımar olaydı. İran o vaxtı qələbə qazandı ki, heç indi qazandı, qazanmadı lazımdır. O ki, Amerikanın dəstəsi gəldi, Oman vilayəti idi, har idi, mən bilmirəm, siz hamısından yaxşı bilirsiniz, sizə xatırladıram. 20 dəqiqə ki, qapı arxasında qaldı onlar, onları buraxmadılar. Nədir, icazə vermədilər görüşməyə, başqa otaqlarda görüşdülər. Onda mən sevincimlə o gecəni yata bilmədim ki, əhsən sizin qeyrətinizə qurban olum. Siz ki, dünya lideri, bütün dünya zağ-zağ əsdigi Amerikanı 20 dəqiqə qapı arxasında gözlətmişsiniz. Elə bununla da İran, müsəlman, İslam dövləti qalib gəldi. Ölsələr də, qırılsalar da, şəhid olsalar da hamısı qalib o vaxtı gəldilər. İndi Trump bunları dirəsin divara, indi bombardman eləyəcəm, nağaracam, nə gəlir əlinə də görsən ki, nə deyirsən onun qabağından qaçmırlar. Özü qorxusundan tir-tir əsir. Yalan vədlər verə-verə bütün dünya bilir ki, nətər yalancıdır, sözü üstündə durmayandır. İran sakitcənə durub yerində, məzlum bir xalqdır.
İndi bizim bu müsəlmanlarımız niyə məzlumu müdafiə eləmir, kafiri müdafiə eləyir? Yapışıblar Amerikadan. Amerika bunlara pul verir, yəqin təmin eləyir, yəhudilər bunları təmin eləyir. Ona görə də onların sözlərini danışırlar. İndi uşaq pulundan örtü beləsinə qırğın dava salırlar ki, Azərbaycanın uşaqları uşaq pulu görsə quduracaqlar. Yox. Niyə? Kimsə müdafiə eləyib onun sözünü demək, səyi maliyyələşdirir ki, sən bu sözü deyirsən də. El o günaydı, güneldi nədir, deputat deyirsiniz, nə deyirsiniz ha. El onun atası da neçə illər idi, deputat idi. Görürsənmi? Deputatın yerinə evladı keçir, məmurun yerinə evladı keçir, nazirin yerinə evladı keçir, fəhlənin də yerinə fəhlə balası keçir. Günaydı, güneldi nədir, o nə sərf eləyir, uşaq pulu neyinir o? Nəyinə lazımdır? Atası yığdığın ömür boyu yeyələr qurtarmaz. Nəsil və nəsil yeyə qurtarmaz. Özüdəkin davamçısıdır. İndi bəzi jurnalistlər də deyim, blogerlər deyim, nə deyim, yalandan o mümkünə getməsinlər.